İslam dini insanın həm ibadət, həm də dünyəvi işlər arasında balanslı bir həyat yaşamasını istəyir. Uca Allah Quran-Kərimdə buyurur: "Məni yad edin ki, mən də sizi yad edim." Yəni Allahı unutmamaq, onun zikirlərini həyatımızın hər anına daxil etmək iman əlamətidir. Bəzən insanlar iş, ticarət və ya gündəlik məsuliyyətlər səbəbilə namazı vaxtlarını ötürürlər. Düşünürlər ki, mən işdəyəm, qazanc üçün çıxmışam. Allah da bilir ki, vaxtım olsaydı namaz qılardım. Amma bu doğru düşüncə deyil. Çünki ruzini verən də, İşə bərəkət qatan da elə Allahın özüdür. Əgər biz onun əmrlərini ikinci plana atırıqsa, əslində bərəkəti də itiririk. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur: "Əməllərin ən fəzilətlisi vaxtında qılınan namazdır." Bu o deməkdir ki, vaxtında qılınan bir namazın dəyəri gecikmiş onlarla namazdan daha üstündür. Mömin şəxs bilməlidir ki, Allahın huzurunda bir an dayanmaq əslində həyatına nizam gətirir. Çünki namaz insanı həm mənəvi, həm psixoloji cəhətdən rahatlaşdırmaqla bərabər, həm də günlük vaxtını namaz vaxtlarına bölərək sistemləşdirir. İş arasında 5 dəqiqə ayırmaq insanın işini yarımçıq qoymaz, əksinə ona bərəkət gətirər. Nəticə etibarilə iş namaza mane olmamalıdır. Namaz da işə zərər verməməlidir. Allahın rızasına uyğun yaşamaq istəyən hər bir müsəlman vaxtında namaz qılmağı gündəlik həyatının mərkəzinə qoymalıdır. Çünki bərəkətin və huzurun əsl mənbəyi Allahla olan rabitəmizdir.